Belə əhd eyləmişəm ey bacı, cananım ilə. Ərsəyi kərb-i bəladə boyanam qanım ilə. Çünki bu cam-ı əcəldə şəkər o şəhdim var. Bu səbəbdən susuz ölməkliyə çox cəhdim var. Aləmi zərridə canan ilə bir əhdim var. Varamız eylədiyim əhd ilə, peymanım ilə. Belə əhd eyləmişəm ey bacı, cananım ilə. Ərsəyi kərb-i bəladə boyanam qanım ilə. Bağışlayan və mehriban Allahın adıyla, dəyərli xalqımız, əziz əzadarlar, Həzrət İmam Hüseyin Əleyhisselamın əzasını saxlayanlar, hər vaxtınız xeyir olsun. Bax, hər gün olduğu kimi bugün də İrsimiz adlı verilişimizlə yenə də evlərinizin qonağıyıq. Mühərrəm ayı. Allah təbarək və Teala bu ayın feyzindən həm sizləri, həm bizləri binəsib eləməsin. Qoy, bu mühərrəm ayında vətənimizin, torpaqlarımızın, müstəqilliyimizin uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu elə bugün Kərbəlaya qonaq olsun. Şəhidlər sərvəri Həzrət İmam Hüseyin Əleyhisselamla məhşur olsun. Bəli, hər gün xeymə önündə dəyərli qonaqlarımız olur. Bugün də qarşınızda Azərbaycanımızın çox sayılıb, sevilən, seçilən elə bir Seyid balası, elə bir Hüseyin balası, Zəhra balası, dəyərli ilahiyyətçimiz Hacı Seyid Mirnemət ağa. Ağa, xoş gəlmişsiniz. Hər vaxtınız xeyir olsun. Allah razı olsun, hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm sizə. Allah razı olsun. Və mənim çox dəyərli, əziz qardaşım ki, illərin məddahı və rozaxanı, hamımızın sevimlisi Kərbəlayı Hikmət Cəfəri. Kərbəlayı, hər vaxtın xeyir olsun. Hər vaxtınız xeyir olsun, salamlayıram bütün izləyiciləri, ağamızı da salamlayıram. Aleyküm salam və Allah rəhmətullah. köməyiniz olsun, aziməkdir, böyük öhdəçilik götürmüşsünüz üzərimizə. Allah qəbul eləsin, İmam Hüseyin ağam dəftərinə inşallah, Əhl-i dəftərinə səbt olsun inşallah. Çox sağ olun, dəvət sürülürlər. Allah can sağlığı versin hamımızı. Allah razı olsun. Təşəkkür edirəm hər ikimizə ki, Mən də sizə dəvətimizi təşəkkür qəbul eləmişsiniz. Bu hüzün günlərində bizə vaxt ayırmışsınız. Elə Seyid, birbaşa sualım qoy belə olsun. Niyə məhz İmam Hüseyin? Əuzu billah min nəfsi və minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil aləmin. Və salatu və salam əla mən summiyə fis-səmai Əhməd və fil-əradina Əbil-Qasimi Muhammed. Allahümme salli alə Muhammed və alə. Mən də öz növbəmdə dəyərli xalqımıza, başda zamanı imamı İmam Zaman ağa, Əccəlallahu fərəcəhu şərif olmaqla, hər bir kəsə dərin hüzünlə İmam Hüseyin Əleyhisselamın başına gətirilən müsibət və onun şəhadəti ilə başsağlığı ərz eləyirəm. Allahdan arzum budur ki, bizi qiyamət günü İmam Hüseyin Əleyhisselamla məşhur eləsin inşallah. Və sizə öz növbəmdə təşəkkür eləyirəm. Çox sağ olun ki, məni Məhərrəm ayında bu verilişə dəvət etmişsiniz. Hər ikinizi də salamlayıram. Allah təbarək və Teala Həzrəti Seyid-i Şühəda hörmətinə sizin izzətinizi artırsın inşallah. Qaldı ki, sualın cavabına mən belə cavablandırardım həmin sualı. Niyə görə məhz İmam Hüseyin? Çox gözəl bir sualdır. Və İmam Hüseyindən də başqası olmağa dəyərli bir şəxsiyyət yox idi, hacı. Seyid-i Şühəda əleyhissalatu vəssalam hələ kiçik yaşlarından Həzrəti Peyğəmbərin ki, qucağında böyümüşdü. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm özü neçə dəfələrlə bu mütəvatir hədislərdə mövcuddur. Əlimizə gəlib çıxan mötəbər sənədlərlə İmam Hüseyin Əleyhisselamın hər dəfə boğazından öpəndə ona deyirdi ki, sən şəhidlərin sərvərisən. Bu bizim əlimizdə olan hədislərdir. Məhz İmam Hüseyin Əleyhisselamın seçilməsi Seyid-i Şühədanın özünün Allahın razılığını əldə etməsi idi. Biz bilirik ki, Böyük Məkkə səfərini yarımçılıq kəsərək Həzrət Seyid-i Şühəda Əleyhissalatu vəssalam Kərbəla istiqamətinə yol götürmüşdü
və bu kərvana qoşulanlar hamısı İmam Hüseyn əleyhissalamın yanında xoşbəxtçilik iksirini içmişdilər. Mən belə deyərdim ki, bu gün İmam Hüseyn əleyhissalamın yanında olan az bir məcmuə, həmin o 72 nəfər bütün dünyaya böyük bir səs salıblar. Və ildən ilə Həzrət Rəsulullah sallallahu aleyhi və səlləmin sözünə əsasən xanım Zəhra səlamullah aleyhiyə dediyi bu söz mənim yadıma düşür, hədislərdə mövcuddur. Yubəddilunə ceylən bə'də cil. Ey Fatimə, hər il sənin oğlun İmam Hüseyn əleyhissalama əza saxlayacaqlar. Təbii ki, Allahın rızayəti şərtdir. Yəni biz qeyd etdik ki, İmam Hüseyn əleyhissalam Allahın rızayətini əldə eləməkdən ötürü Kərbəlanı seçdi, şəhadət yolunu seçdi. Və başqa Quran ayələrində nisbətdə bu şeylər var. Bəzəvih nazim, yəni əzəmətli o qurbanın əvəzinə bəzi təfsir alimləri bu ayəni bağlayırlar Seyid-i Şühədaya Aləmi Zərridə Həzrət İsmail əleyhissalamın əvəzinə qurban getməyi seçmişdi. İmam Hüseyn əleyhissalamın bu yolu seçməsi məhz Həzrəti Rəsulullahın elə onun uşaqlıq yaşlarından ona həmin o dediyi və göstərdiyi qayğının və eyni zamanda Həzrəti Fatimə Zəhra səlamullah aleyhanın soruşması ki, atacan, bu uşaq şəhid olanda ki, Cəbrail əleyhissalam xəbər gətirdi ki, bu uşaq şəhid olacaq. Uşaq şəhid olanda ki, o vaxtı biz olacağıq, yox, bunun o vaxtı yaxşı olacaq, müsəlmanların imamı olacaq və az bir insanlar bunun yanında olacaq. Ya Resulullah, sən olacaqsan yanında, Həzrət Peyğəmbər buyurdu ki, xeyr, mən olmayacaq. Atası Əli olacaq, dedi ki, xeyr, atası Əli də olmayacaq. Mən necə, dedi, sən də olmayacaqsan və ilk müjdə orada gəlib, Həzrət Fatimə səlamullah aleyhəyə ki, məndən dərhal sonra, mən bu dünyadan rəhlət eləyəndən sonra, dərhal sən mənə qovuşacaqsan az bir müddətdən sonra. Qardaşı Həsən necə? Həzrət Rəsulullah sallallahu aleyhi və səlləm mübarək gözlərindən yaş gəlir. Buyurdu ki, qardaşı Həsən də olmayacaq. O da zəhərlənəcək. Onda mənim oğlum İmam Hüseyn meydanda tək qalacaq. Həzrət Fatimə buyurur, salamullah aleyhi. Peyğəmbər buyurdu ki, bəli, biz heç birimiz olmayacaq. Az bir məcmuə, az bir insanlar İmam Hüseyn əleyhissalamın yanında cəmləşəcəklər. Bəs necə olacaq bu? Peyğəmbər burada deyir. Yubəddilunə ceylən bə'də ceyl Fatimə. Ey Zəhra, ildən ilə oğlumun məclisləri çox gözəl və əzəmətli keçəcək. Heç kəs onu yaddan çıxartmayacaq. Həzrət Zəhra Peyğəmbər salavatullahdan soruşur ki, atacan, bəs mənə de görüm, biz necə mükafatlandıraq? Həmin o mənim oğlum üçün əza mərasimi keçirdənlər, ağlayanlar, göz yaşı dökənlər, mərsiyə deyənlər, moizə eləyənlər, eysan paylayanlar. Həzrət Peyğəmbər buyurdu ki, qızım Fatimə, hər ikimiz dayanacağıq behiştin qapısında. Sən oğlun Hüseynə ağlayan qadınların əlindən tutarsan, behiştə salarsan. Mən də balam Hüseynə ağlayan kişilərin əlindən tutaram, behiştə salaram. Bizim İmam Hüseynə tökdüyümüz göz yaşının dəyər və qiyməti bax budur. Allah özü müştəridir həmin bu göz yaşlarına. Və İmam Hüseyn əleyhissalamın bu yolu seçməsi məhz Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləmin ona göstərişidir və Peyğəmbəri Mədinədə İmam Hüseyn əleyhissalam olan vaxtı yuxuda görməsidir ki, Hüseyn, Allah səni al qanıva boyanmış görmək istəyir. Allah səni bu cür görmək istəyir. Və İmam Hüseyn əleyhissalam görüşdü, Mədinədə yol aldı Kərbəla istiqamətinə və öz ailəsini də götürdü, getdi. Seyid, Allah razı olsun, Allah... Yəni, belə deyərdim, acı üzr istəyirəm, sözünüzü kəsirəm. Ləyaqət və şərəf var da, bu ləyaqət, şərəf İslam nöqteyi nəzərindən çox önəmli bir məsələdir. İmam Hüseyn bunu öhdəsinə götürdü, çiyinlərini aldı. Dedi, bu işi mən görəcəm. Bu iş mənə yaraşır. Və o yaraşığı həyata keçirdi. Və bir gözəllik gətirdi Kərbəlaya ki, xanım Zeynəb salamullah aleyhə deyir ki, Vallahi ma rayətu illə cəmilə. Kərbəlada gözəllikdən başqa bir şey mən görməmişəm. Elə məhz ona görədir ki, İmam Hüseyndir. Təbii ki. Elə ona görə İmam Hüseyn. İmam Hüseyn İmam Hüseyndir mənim. Ona görə İmam Hüseyn. Daha bir sual. Buyurun. Biz mübarək Ramazan ayının 29-30 günü, amma görürsən mübarək qədir gecələri seçilmişdi. Bəli. Və ya əyyam günlərində birinci və ikinci bu
birinci əyyam, ikinci əyyam. Bəli. Buna baxmayaraq 20 gün biz o matəmi qoruyuruq, saxlayırıq. Bəli. Niyə məhz 10 gün? Bu 10 gün deyiləndə nə Məhərrəm ayının ilk 10 gün. Məhərrəm ayının ilk 10 günlüyü nə nəzərdə tutulur? Bilirsiniz, Allah Təbarək və Təala Quran-ı Kərimdə belə bir ayə buyurur. Bismillahirrahmanirrahim. وَاَعْتَصِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيًّا وَلَا تَفَرَّقُوا وَلَا تَفَرَّقُوا Bizim hərfi tərcümə budur. Yəni biz əgər götürsək, hərfi tərcümə eləsək bu ayəni, görəcəyik ki, bu həmin Ali-İmran surəsinin 103-cü ayəsidir. Deyir ki, Allahın ipindən möhkəm yapışın hamınız. Birlikdə, bax, diqqət edirsiniz. Bəli. Allahın ipindən möhkəm yapışın. وَلَا تَفَرَّقُوا Və qətiyyətlə ayrılmayın, firqələrə bölünməyin, ayrılıb getməyin. Həzrəti Seyyid-i Şühədanın Məhərrəmlik ayının Aşura günündə şəhadətə yetməsi ilk 10 günlük təzəkkürdür. Bizim yaddaşlarımızın İmam Hüseyn əleyhissalama bağlanmasıdır. Əməllərimizin İmam Hüseyn əleyhissalama bağlanması xüsusən Azərbaycan xalqının bu milli mənəvi dəyərlərindəndir. Bu əsrlər boyudur, illər boyu deyil. Bu 10 gün deyil, 15 gün deyil başlamışıq. 200 il deyil. Yəni təbii ki, 1400 ildir ki, bu matəm Həzrət Seyyid-i Şühəda əleyhissalatu vesselama peyğəmbər xanədanının ehtiram və hörmətini saxlamaqdan ötürü dünya müsəlmanları yekdil olaraq Həzrət İmam Hüseyn əleyhissalam və yaxınlarına əzab məclisi keçirdir. Hətta diqqət eləyin, mən haşiyə çıxmaq istəyirəm bu məsələdə. Bu Məhərrəm ayının ilk günündən görsən ki, hətta bəzi üzr istəyirəm, yüngül əxlaqlı insanlarda ifadəmə görə çox sizdən üzr istəyirəm. Görürsünüz, Məhərrəm ayı gələndə biraz ayaqlarını yığışdırırlar, biraz çəkinirlər. Hətta belə ürfdə belə bir deyim var, deyirlər ağır günlər başladı. Diqqət edirsiniz. 10 gün məhz muvasatdır, yəni bağlılıqdır xanım Zeynəb salamullahi aleyhə, İmam Hüseyn əleyhissalama. Bağlılıqdır ki, biz dərk etməmiş Aşuraya gedib çatmayaq. Biz İmam Hüseyni tanımamış Aşuraya yetişə bilmərik. Aşuranın mahiyyətini dərk edə bilmərik. Aşura çox böyük bir məktəbdir, diqqət edirsiniz. Aşurada bizim istədiyimiz bütün sosial problemlərin həlli qoyulur. Bütün məişət problemlərinin həlli var. Həyatı bir baxış bucağı var. Necə ki, bu Qədr gecəsində Allah vəd olur ki, insanın müqəddəratı dəyişir. Eynən bu 10 günə aid Təbii ki, yəni insanın çərçivə daxilində, o çərçivə daxilindən sui-istifadə etmədən, təbii ki, yəni böyük dəyişiklik mahiyyəti əldə kəsb eləyir. Və bu mahiyyət etibarilə həmin Aşura günü yetişəndə artıq İmam Hüseynin qarşısında öz vəzifə borcunu ona matəm saxlamaqla, əza keçirtməklə, həmin günü hazır olmaqla beyyətin təzələnməsini həyata keçirdir. Beyyətin təzələnməsi Seyyid-i Şühəda ilə o bir deyim var. Deyirlər ki, kulli yevminə Aşura və kulli ərdun Kərbəla. Bütün günlər Aşuradır. Niyə görə deyirlər bunu? İnsan heç bir vaxt, heç bir saat, heç bir an, heç bir həftə və gün İmam Hüseyn əleyhissalatu vesselamı yaddan çıxartmamalıdır. Elə fikirləşməli, mən elə Kərbəladayım, İmam Hüseyn əleyhissalamı sadiqəm. Alimlərə belə bir sual vermişlər. Demişlər ki, əxlaq alimlərindən, yadımda dəqiq qalmayıb, amma mütaliə vaxtı belə bir şey rast gəlmişdi mənə ki, bir mətləb. Deməli, Hacı Hikmət sual verirlər, deyirlər ki, biz o dövrdə olsaydıq, görəsən İmam Hüseyn tərəfində dayanardıq, yoxsa qarşı tərəfdə, düşmən tərəfində ki, biz bilirik də 30 mindən çox insan gəlmişdi. 30 mindən çox insan İmam Hüseyn əleyhissalamın 72 nəfərinin qabağında dayanmışlar, sipər idilər. Və söz vermişlər ki, İmam Hüseyn buradan mütləq şəkildə gərək qətlə yetirilsin. Diqqət edirsiniz. Cavaba baxın, görün nə gözəl cavabdır. Bugün əgər sən İmam Hüseyn əleyhissalama matəm saxlayıb əzadarlıq keçirsə və qəlbin İmam Hüseynlə döyünürsə, yəqinən bil ki, o gündə 1400 il bundan qabaq elə orada dayanacaqdır. İmam Hüseynin yanında olacaqdır. Yəni yəqin bilək ki, doğrudan da bu həmin İmam Hüseyn əleyhissalamın Aşurasında biz Seyyid-i Şühədanın yanında olardıq. Hacı, daha bir sual belə zehnimə gəldi. Bu milli mənəvi dəyərlərimiz var da. Yəni bu Məhərrəm ayı bu dünəni bayaq qeyd etdiyimiz kimi dünənin hadisəsi deyil, 200 ilin hadisəsi deyil. 14 əsrdən yaxındır ki, bu hadisə. Təbii ki, 14 əsrə yaxındır. Bəli. Və bizim babalarımız, nənələrimiz, əcdadlarımız bu əzadarlığı
qoruyublar, saxlayıblar. Bayaqlar qeyd elədik, hətta o bir misal vurduza ki, görürsən, onlar özləri, o adamlar, hətta namazı yox, ibadəti yox, orucu yox, xumsu yox, zəki, dindən xəbər edən Məhərrəm ayı gələndə özünü qoruyur. Mən belə bir hadisə yadıma düşdü Hikmət ki, Məhərrəm ayına bir gecə, 2 gecə qalmış, qabaq televizorlar stabilizatorla. O vaxtı belə idi. Hə, işləyərdi də, yəni o. Mənim babam, nənəm, mənim yadıma gəlir ki, o televizyon üstünə bir örtüyü çəkərdi. Qara örtüyü örtərdi. Qara örtüyü örtərdi. İstifadə etməzdi. Biz 2 ay televizor nədir bilməzdik. Evdə hətta evdə güzgü var isə, o güzgünün üstünü örtərdilər ki, qoy insan özünə də bəzək verməkdən uzaq olsun. Təbii ki. Yəni bu cür düşüncəli, o zamanın da insanlar da bunu gətirib çatdırıblar bizə. Hacıcan, bu Kərbəla hadisəsinin bir qədər tarixi barəsində danışardınız. Mən onu demək istəyirəm ki, siz dediniz milli mənəvi dəyərlərlə əlaqədar bir şeyi əlavə eləmək istəyirəm, sonra sizin sualınıza cavab verəcəm. Milli mənəvi dəyərlərimizlə əlaqədar ümumiyyətlə irs olaraq biz bunu aparmışıq artıq demək olar ki. Yəni Azərbaycan xalqı, bu xalq çox böyük tarixə malikdir. Bu xalqın özünün qanında Həzrət Seyid-i Şühədaya, İmam Hüseyn əleyhissalama, onun evladlarına böyük bir məhəbbət axır. Bu istilik, bu hərarət heç vaxt soyumayacaq. İstəsələr də soyuda bilməyəcək. Mümkün deyil. Dünya bu dəqiqə mübarizə aparır İmam Hüseyn əleyhissalamın matəmlərinin keçirilməməsi ilə, diqqət edirsiniz. Amma qoyulan bütün vəsaitlər hamısı pıç olur sonda. Bir dənə Aşura gəlməklə bir gün, ilin bir günü, cəmi ildə bir gün, Aşura günü gəlməklə bütün hər bir şeyi məhv eləyir, qoyur. Subhanallah. İllərdir bunu istəyirlər, amma alınmır. Bu mənəvi dəyərlərin də qorunub saxlanması mütləq şəkildə bizə vacibdir. Çünki bu irsdir. Biz nənə və babalarımızdan bunları görmüşük. Biz atalarımızdan bunu görmüşük. Hər bir vəzifəsindən, rütbəsindən asılı olmayaraq bütün şəxslər, onlar bilirlər məhərrəmlik nə deməkdir. Hamısı bizim xalq elə xalq deyil, aciz xalq deyil. Çox dəyəri və qiymətə malik olan bir xalqdır bu xalq. Yəni bunun milli mənəvi, milli mentaliteti var bu xalqın. Həmin o mənsubiyyət, bizim milli mənsubiyyətimiz elə bir tərəfdən də İmam Hüseyn əleyhissalama bağlanır. O bağlılıq gərək itməsin, biz onu qoruyub saxlayaq. Və sağ olun ki, belə bir verilişlər hazırlamaqla da İmam Hüseyni qoruyub saxlayırıq. Üzərimizə düşən bir məsuliyyət. Amma Məhərrəm ayının, daha doğrusu İmam Hüseyn əleyhissalatu vəssalamın Kərbəlasına qısa nəzər salaq. Dediniz ki, tarixi barəsində qısa məlumat. Ümumiyyətlə bildiyimiz kimi Hicrətin 61-ci ili Məhərrəm ayının 10-cu gününə təsadüf eləyir bu hadisələr. Amma miladi tarixi ilə götürsək, 680-ci il təqribən oktyabr ayının ilk 10 günlüyünə təsadüf eləyir bu hadisə. Bu hadisənin baş vermə səbəbləri çox dərindir. Oktyabrın 12-si. 10-u ya 12-si səhv etmirəmsə 10-udur. İlk 10 günlüyə təsadüf eləyir 680-ci miladi ilində. Bu hadisə baş verən zaman ümumiyyətlə belə deyək də, mən həmişə minbərdən də çıxış edəndə belə bir ifadə işlədirəm. Deyirəm ki, adı müsəlman olub İslamdan xəbər olmayanlar İmam Hüseyn əleyhissalama qarşı çıxdılar. Adları müsəlmandır, amma İslamdan xəbərləri yoxdur. Bilirsiniz niyə görə? Həzrət Seyid-i Şühəda əleyhissalatu vəssalamın şəhadətə çatmazdan öncə oxuduğu rəcəzlər var. Bəli. Diqqət edirsiniz. Bəli. Siz məddahsınız və mən bilirəm ki, məlumatınız var. Bəli. Görün orada nə deyir? Mən Fatimənin balasıyam. Diqqət edin. Kimdir Fatimə? Hər iki dünyanın bir xanımıdır, seyidəsidir. Mən Peyğəmbərin balasıyam. Bu sözlər kifayət eləyir, diqqət edirsiniz. Artıqlaması ilə bəsdir və gələnlərin əksəriyyəti də tanıyır bu kimdir. İndi tanımayanlarla işim yoxdur. Pula mı görə gəliblər, qızıla görə gəliblər, gümüşə görə gəliblər, diqqət edirsiniz. Bunlarla işim yoxdur. Amma İmam Hüseyn əleyhissalamın artıq ölümünə fərman verilib. Artıq tarix başqa cür yazılacaq burada. Burada İmam Hüseyni buraxmayacaqlar ki, çıx get təzədən qayıt get. Diqqət edirsiniz. Hətta sən kim olursan ol, fərqi yoxdur ifadələri işlənilmişdi orada. Sən kim olursan ol. İmam Hüseyn əleyhissalamı qılıncla vuranlar bir yana, qılınc vura bilməyənlər daş atırdılar, diqqət edirsiniz. Daşlayırdılar İmam Hüseyn əleyhissalamı. Daşlayırdılar. Yəni İmam Hüseyn əleyhissalatu vəssalamın bu Məhərrəm ayının 10-cu gününə şəhadətinin təsadüf etməsi məhz İslamdan xəbəri olmayan, Peyğəmbərə ehtiram və hörmət qoymayan insanların dəstəsi gəlmişdi. Diqqət edirsiniz. Bir yandan Şimr Məlun, bir yandan
Ömər ibn Səd, Məlun, İbn Ziyad Kufədən, diqqət edirsiniz. Bunlar hamısı yekdil olmuşdular Yezid ibn Muaviyyə Məlunun fərmanını icra eləməkdən ötürü. Ki, onun yanında özünü yaxşı eləsinlər ki, biz Peyğəmbər nəvəsini öldürdük. Təbii ki, hadisə baş verib bitəndən sonra peşmançılıqlar olmuşdu, amma heç bir faydası yoxdur, qətiyyətlə. Diqqət edirsiniz, qətiyyətlə faydası yoxdur. Siz fikirləşin, deyək ki, Məhərrəm ayının 2-ci günü İmam Hüseyin əleyhissalatu vesselam Kərbəla torpağına çatıb. Və həmin torpağı oranın belə valisindən, indiki dilimizdə desək, bələdiyyə orqanından öz pulu ilə alır. Diqqət edin, görün nə deyir. Mən bu torpağı alıram, bu torpağı mənimdir. Mən bu torpağı alıram, bu torpağı mənimdir, bu Kərbəla torpağı. Yəni, yox, nə qədər eləyir, bu qədər gələn. İndi o pulu ilə, miqdarı ilə işim yoxdur. Düzdür, tarixdə dəyəri də yazılıb, qiyməti də yazılıb, nə qədərdir. Bunlar 2 nəfər gəliblər, diqqət edin. Səbəbə baxın. Getmək istəyirəm, deyirəm, bir dəqiqə dayanın. Bura bir yerə çevriləcək, mən burada dəfn olacam. Burada bizim qanlarımız axacaq, balalarımızın ayağına tikanlar batacaq falan filan. Əsir götürəcəklər bizi, başımızı kəsəcəklər. Amma burada bizim qəbirlərimiz olacaq. Sizdən sonra gələn nəsillərə, balalarınıza, nəsillərə deyin ki, gələn mənim zəvvarlarıma, qonaqlarıma yaxşı baxsınlar. Diqqət edirsiniz. Yəni, Kərbəla olması, tarixə gəlib qədəm qoyması, nə qədər xəlifələr gəldilər, İslama rəhbərliyi eləməyə söktülər, yerinə yeksan elədilər. Kərbəla dəfələrlə yerinə yeksan olundu, amma İmam Hüseyin əleyhissalam yaşadı. İmam Hüseyin əleyhissalam yaşadı və yaşatdı, dini yaşatdı. Diqqət edin, mən belə bir söz deyərdim ki, bizim bugün hamımız telefon işlədirik, telefonumuza zəng gəlib, ən yaxın dostumuz, deyək ki, məsəl üçün bir qəza keçirdi. Təhəccüli hər işimizi qoyuruq, heç bir işə baxmadan, qaçırıq onun yanına, haradadır, filan xəstəxanada. Və bizim kimi nə qədər də onun yaxın dostları gəliblər. Yığışmışıq, məsəl üçün, misal olaraq deyirəm də, bir 100 nəfər yığışıb bura. Oradan bir həkim çıxır xəstəxanadan. Deyir, bu xəstəyə qan lazımdır. Hamı deyəcək ki, mən qan verim. Deyir, sizin heç birinizin qanı mənə lazım, 2 nəfər, 3 nəfərin qanı lazımdır. Bu qədər adamın qanı mənə lazım deyil. Bunu ayağa qaldırmaqdan ötürü 2-3 nəfər lazımdır. Diqqət edirsiniz. Hacı Mehdi, Hacı Hikmət. İslama qan lazım idi Məhərrəm ayında. Aşuranın onu İmam Hüseyin o qanı öz balaları ilə verdi. Və İslamı diriltdi. Və buna görə də Sarallah adına layiq görüldü. O öz qanını verdi və yaşatdı Məhərrəmlik ayını, Aşuranı, İslamı, dəyərlərimizi, hamısını. Hacı, Allah sizdən razı olsun. İnandırım ki, bu söhbətdən doymaq olmur. Ümumən də ki, bu Kərbəla hadisəsi bizim ömrümüzün zinətidir. Məktəbdir. Biz elə xoş bizim halımıza ki, biz demirik ki, burada xidmət edirik, demirik ki, nəsə yaradırıq, yox. Sadəcə, ən azı Kərbəla sözünü dilimizə gətiririksə, həmçən Allah olsun ki, o adı dilimizə gətirməyə Allah bizə lütf edib. Və bu Kərbəla hadisəsini imza atanları olub, hacı. Burada tarixdə 2 nəfərin adı böyüdür. Biri, səhv eləmirəmsə, Mərvan ibn Həkəmdir. Bəli, bəli. Biri də Şireh Qazı deyirlər. Bəli. Bax, bunlardan hansı bir İmam Hüseyin əleyhissalamın qətlinin fərmanını imza atdı? Tarixi mənbələrə nəzər salanda, deməli, Mərvan ibn Həkəm İmam Hüseyin əleyhissalatu vesselamla döyüşdə üzbəüz dayanmayıb və eyni zamanda Şireh Qazı da üzbəüz dayanmayıblar. Bunlar heç biri döyüşdə olmayıblar. Adətən Şureyh ibn el-Haris el-Kindi adı belə keçir tarixdə. Bu şəxsiyyət Kufənin ən böyük qazilərindən biri idi. İctimai və siyasi məsələlərlə çox məşhurdur tarixdə. Və eyni zamanda bəzi çıxışlarına görə tənqid olunmuşdu əqidəmizə əsasən. Yəni 12 İmamçı əqidəsinə əsasən biz onu tarixdə tənqid edirik. Bəzi belə deyərdim də aşağı səviyyəli fərmanların verilməsi ilə. Diqqət edirsiniz. Hətta yadınızda saxlayın, tarixdə belə bir epizod keçir İslam tarixində. Allah razı olsun Müslim ibn Əqildən, Allahın salam və salavatı olsun ona. Hətta Müslim ibn Əqilin ölüm fərmanını da Şireh Qazı verdi. Diqqət edirsiniz.
Yəni İbn Ziyada mənfi məlumatlar verməklə onun barəsində və eyni zamanda Müslim ibn Əqilin İmam Hüseyn əleyhissalatu vesselamın tərəfindən səfir təyin olunub Kufiyə ayaq qoyması ilə əlaqədar gizli məktublar göndərmişdi, demişdi ki, belədir. Yəni bilirsiniz, bunlar hamısı tamahın müqabilindədir, yadınızda saxlayın. Tamah gətirdi Şüreyh Qazini, çıxartdı o insanlıqdan. İmam Hüseyn əleyhissalam Şüreyh Qazinin yanında böyüyüb. Bəzi rəvayətlərə görə dərs deyib. Şüreyh Qazi dərs deyib məsələn İmam Hüseyn. Diqqət edirsiniz. Müəllimlər olub. Bəli. Baxmayaraq ki, ağsaqqal idi, o dövrün ağsaqqalı idi, o dövrün belə deyək də seçilmiş, tanınmış insan şəxsiyyətlərindən biri idi. Peyğəmbəri görmüşdü. Yaşı çox idi, diqqət edin. Amma gəldi həyatının sonunda çox böyük bir bərbad bir vəziyyət yaratdı. İslam tarixinə böyük bir ləkə vurdu. Qaranlıq bir güşə yaratdı. Biz hansı tərəfdən baxsaq, hansı bucaqdan baxsaq, İmam Hüseyni bir görəcəyik, bir dənə İmam Hüseyn görəcəyik. Diqqət edirsiniz. Yəni bir dənə İmam Hüseyn var. İkinci İmam Hüseyn yox. Şüreyh Qazi, Mərvan ibn Həkəm, Ömər ibn Səd, ibn Ziyad və s. bunlar, bu simalar, Yəzidin özü, diqqət. Biz hər hansı bir küncdən baxsaq, bucaqdan baxsaq, müxtəlif sifətlər görürük. Diqqət edin. Bu çox böyük bir sözdür. Yəni elə belə bu sözün dəyəri var. Yəni elə belə balaca bir yüngül belə elə ağızdan çıxan söz deyil. Niyə görə? Çünki onlar bu işi icra etməkdən ötürü hər bir şeydən keçdilər. Ki İmam Hüseynin şəhadətinə fərman verəcək şəxs Şüreyh ibn Haris el-Kindidir. Diqqət edirsiniz. Mərvan ibn Həkəm, məlum. O Mədinənin valisi idi o dövrdə. Bəli. Diqqət edirsiniz. Məmur olmuşdu Yəzidin tərəfindən, Allah onu da lənət eləsin, sülaləsinə də. O kimin tərəfindən təyin olunmuşdu? Yəzidin tərəfindən təyin olunmuşdu İmam Hüseyn əleyhissalatu vesselamdan beyyət alsın. Və İmam Hüseyn əleyhissalamın tarixdə gözəl bir cavabı var. Əgər Yəzid hakimiyyətə gələrsə, İslama Fatihə, bitdi İslam. Yəni, bütün dəyərlər bitdi, bütün fiqhi məsələlər bitdi, bütün İslamın üsulu bitdi, binövrə bitdi. Bilirsiniz nə deməkdir bu? Yəni, qutardı, İslam getdi. Artıq İslamdan danışmağın heç bir mahiyyəti yoxdur. Diqqət edin. Mərvan ibn Həkəm, İbn Ütbə, hətta özü məlun. O da İmam Hüseyn əleyhissalamın qarşısına gəlir, qarşısını kəsir. Ki, sən mütləq şəkildə beyyət eləməlisən. Yəni, bunlar hamısı yekdil olaraq İmam Hüseyn əleyhissalatu vesselamdan beyyət alırdılar. Ki, canın sənin rahat olsun. Get nə istəyirsən elə. Amma İmam Hüseyn əleyhissalam bunu ilə barışmadı. Yəni, bəzən səhv fikirləşirlər, bizim əqidəyə daş atan kimi olurlar. Bəzi iradlar belə. Bizim əqidəmizin, Şiə məzhəbinin dəlil və sübut olmasa nə irad bildirir, diqqət edin, nə də rədd verir. Qətiyyətlə. Biz mütləq şəkildə əlimizdə dəlilimiz olmalıdır. Bizə bəzən daş atırlar ki, İmam Hüseyn əleyhissalam özünü öz əli ilə təhlükə atdı. Bu səhv fikirdir. Bir növrəsindən səhv fikirdir. İmam Hüseyn əleyhissalatu vesselam bu işi görməsəydi, bu işi görəcək ikinci şəxsiyyət yoxdur. Bu təhlükə deyil, bu dinin yaşanması. Tam əksinədir. Tam əksinə cəmiyyəti təhlükədən qurtarmaq deməkdir. Və bu işdə bu iki şəxsiyyət bax bu cürlə tanınırlar. Onlar özlərini yüngül əxlaqı ilə, yəni cəmiyyətdə, yəni daha doğrusu İslam tarixində tənqid olunublar bu şeylərə görə, yəni. Məlum ki, onların dünya və axirətindəki Şüreyhə əslən İbn Ziyad tərəfindən qızıl daşqaş vəd olunmuşdu. Vəd olunmuşdu. Verilmədi heç bir bunlar. Belə bir alladıcı epizodla allatmışdılar. Bir səhnə düzəltmişdilər. Bir obraz düzəlmişdi ki, bu dəvələr sənin üstündəki qızıllar sənindir, bir dənə imzalı. Gözünü yumub imzanı çəkmişdi ki, İmam Hüseyn əleyhissalamın qanını axıda bilərsiniz. Diqqət edirsiniz. O cür şəxsiyyətin qanını axıda bilərsiniz. Və elədilər də heç bir şeydə müqabilində vermədilər. Tarixdə var ki, gəlmişdi Şama. Şüreyh Qazi gəlmişdi Şama. Küçələri gəzirdi, gəlib çatmışdı Əməvilər sarayının qabağına, haradakı Yəzid hakimiyyətdə eləyirdi. Orada deyir, mənim pulumu verin, Yəziddən mənim pulumu alın, verin mənə. Qızıllarımı alın, verin mənə. Mən fərman vermişəm. Mən Peyğəmbərin nəvəsinin ölməyinə imza çəkmişəm. Mənim pullarımı verin, mənim qızıllarımı verin, daşqaşımı verin. Diqqət edirsiniz. Nəyin müqabilində kimi satdı? Ad qoyub satdı. Təbii ki. Allah bizi bu kəslərdən eləməsin. Amin. Hacı, çox sağ olun. Allah razı olsun. Siz sağ olun. Hikmət deyir, mən Hüseynəm canımı Qur'ana qurban eylərəm. Mənbər olmaz nizədə təfsiri Qur'an eylərəm.
Hazımın bu cür gözəl söhbətindən sonra. Gözəl söhbətindən sonra inşallah bizə Ya bir neçə kəlmə inşallah. İnşallah. qurban. Buran eynevad Zeynep bu mekan nevasız olmayız. Buran eynevad Zeynep bu mekan nevasız olmayız. Adı Kerbela olayan yer bilirəm belasız olmaz. Ben özüm halili eşgem buradır minayı eşgim. O Fırat-ı Zemzemimdir. Bu mekan sefayı eşgim. Bu gülüzlü ekber oğlum olacak fedai eşgim. Ki halil olan minasiz bu bana fedasız olmaz. Bu mina fedasız olmaz. Ey derdüment, ey derdüment, derde deva Kerbela dedi. Korkma merizin olsa şifa Kerbela dedi. Əqlim dedi ki beyti tavaf eyle hacı ol. Eşkim dedi ki beyti Xuda Kerbela dedi. Elə rozam elə bu olsun, elə Kərbela dedi, elə bəs eləyər inşallah. Əqlim dedi minada dua müstəcab idi. Eşkim dedi həqiqi mina Kərbela dedi. Əqlim dedi ki Zemzemin ab-i həyatı var. Gəldilər İmam Hüseynə dedilər, bu uşaqlardan biri gəldi dedi, 3 gündür susuz qalanda balalar. Dedilər ki, ağazam, Həzrəti İsmail ayağını çaldı, toprağa su çıxdı. Ayağını döydü, toprağa su çıxdı, zəmzəm çıxdı. 3 gecədir balalar, biz nə iş görək? Bəlkə bir Əl-Əsğəri qoyaq bir yerə, ayaqların çıpsın yerə, bəlkə Allah bu Əl-Əsğərə məsum. İmam Hüseyin ağa bunların hamısı möcüzəsini göstərmişdi. Hamısını demişdi bunlara ki, lazım olsa mənim oğlum Əl-Əsğər elə İsmail qədərdir.
Bəli. Onlar Allah bizi belə görmək istəyir. Allah bunu bizi belə görmək istəyir. Əqlim dedi ki, zəmzəmin abi həyatı var. Eşqim dedi ki, ab bəqa Kərbəla dedi. Allah nəsib eləsin getməyənlərə. Əqlim dedi, yemin xudavəndidir həcəm. Eşqim dedi, cəmal-i xuda Kərbəla dedi. Allahın sifətləridir hamısı. Çıx Təlli Zeynəbiyyəyə bax, xeymegahına. İnsan elə bilir üsərava Kərbəla dedi. Əqlim dedi, xuda deyib üd'uni əstəcib. Eşqim dedi, məqam-ı dua Kərbəla dedi. Ya Rəbb nəsib elə bütün əsrət çəkənlərə. İndi tufaq ilə rüfəqa Kərbəla dedi. Hüseyin geldi karivan İmam Hüseyin Kərbəlaya. Mən Xuruc-u Mədinə oxumaq istedim də söz Kərbəla'dan geldi. Hazreti Əbi Abdullah buyurdu, Əbəlfəz karivana işarə elə. Denən dayansınlar, son mənzilimiz buradır. Hazreti Əbəlfəz işarə elədi. Bütün karivan hamı naqələrdən indi yerə. Elə dayananda karivan, onda gördülər xanım Zeynəb Nigaran sağa baxır, sola baxır. Çox nigaran idi. Gəldi bir dənə çuxur yeri, keçdi, İmam Hüseyin ağa dayandı. Çox nigaran idi bu xanım Zeynəb. İmam Hüseyin ağa baxdı xanım Zeynəb, dedi, bacıcan, narahat olma, kimi gözlərini axtarır? Dedi, qardaş, atam Əlidən eşitmişəm, cəngə çıxanda harda maniyələr bu maniyələri keçərdi su kənarında, kölgəlikdə, cəngilərdə xeymələrin vurardı. Gəldin düşdün mü çuxur yerin kənarında qardaş. Səbəbin illətini dedi İmam Hüseyin ağa xanım Zeynəbə, dedi bacı su kənarında ona görə xeymələri vurmuram ki, mən öləndən sonra xeymələrimi qarət edərlər, balalarım suda düşüb boğulub ölməsinlər. Qoyub yoxsa səhralara qaçsınlar. Çox illətini gətirdi İmam Hüseyin ağa. Çox illətini gətirdi. Amma bir dənə rozəm elə 2 dəqiqə, 1 dəqiqə tamam eləyəm inşallah rozəmi. İşarə elədi bacısı Zeynəbə, dedi bacı Zeynəb, en günən naqəndən yerə, sənə qardaşın Hüseyin qurban. Xanım Zeynəb naqədən inmək istəyəndə Həzrəti Əli Əkbər gəldi, Həzrəti Qasım gəldi, Əbəlfəz gəldi. Dizlərin qoydular toprağın üstünə. Xanım Zeynəb birbaşa toprağın üstünə düşmədi. Qədəmlərin qoydu Əli Əkbərin dizinin üstünə. Əbəlfəzlin dizinin üstünə qədəmlərin qoyub ondan düşdü toprağın üstünə. Amma bir zaman Aşura günü keçdi. Şam-ı qəriban oldu. Bir zaman ki da bu əsirlərin qollarını bağlayanda Xanım Zeynəb baxdı İmam Hüseynin yaralı bədəninə. Üzün dolandırdı, baxdı Əbəlfəzlin peykərinə, Abi Fırat tərəfə. Belə dedi, dedi Hüseyin, nə izzətinə gəlmişdim Kərbəlaya. Mən Zeynəb izzət ilə qardaş indi yol mən gedirəm şümri cəfa pərvər iləyəm. Hüseyin dur bacı eylə dua ol kəsilələr ilə ay qardaş Hüseyin. Ey Xudavənd-i Qadiri Əzəli, sən bağışla bizləri bi haqqı Əli.
Pərtovi məşriqeyn hörmətinə, qana qəltan Hüseyin hörmətinə. Ya Rəb, Ya Rəb, sən bu cəmi-i qəffar, Nəcəfə, Kərbəlaya qıl zəvvar. Ya Rəb, sən bu cəmi-i qəffar, Nəcəfə, Kərbəlaya qıl zəvvar. Ey Xuda, ver bizə bərat-ı nicat və haqqı şühədai Kərbəla zikr edək sələvat. Allahümmə salli ala Muhammed və ali Muhammed. Dəyərli seyyidim, dəyərli hikmətim. Salamat eləsin. Allah can sağlığı Və versin. Çox çox sağ olun. hörmətli izləyicilərimiz, sabah ilə günün bu vaxtına qədər sizlərdən ayrılırıq. Sabah ilə eyni vaxtda xeymə önündə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.